Gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Martın 18 və 23 aralığında Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux, Gədəbəy, Naxçıvan, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, İmişli, Cəlilabad, Lerik, Yardımlı, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Masallı, Mingəçevir, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı, Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər və Bərdədə şimal-qərb küləyi əsəcək. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatacaq. Neftçala, Daşkəsən, Şəki, Goranboy, Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda isə şimal-qərb küləyinin sürəti narıncı xəbərdarlığa uyğun olaraq bəzi yerlərdə 20-28 metrə qədər güclənəcək. Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-nə qədər fasilələrlə şimal-qərb küləyi əsəcək. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 28 metr saniyəyə qədər güclənəcək. Nazirlik gözlənilən küləkli hava şəraitində əhalini ehtiyatlı olmağa, xüsusən də hündür binaların, reklam lövhələrinin, yaşlı ağacların və elektrik dirəklərinin altında dayanmamağa, eləcə də avtomobillərini park etməməyə çağırır. Avtomobil yollarında isə qatı duman müşahidə olunacaq. Belə ki, martın 17-sində Dağətəyə və Dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşacaq. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə dumanlı hava ilə bağlı xəbərdarlıq edir. Xəbərdarlıqda deyilir: dumanlı havanın texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur. Sinoptiklərin məlumatına görə martın 17-sində bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşacaq.